Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Həmişə olduğu kimi yenə möhtəşəm bir mənzillə sizin qarşınızdayıq. Bu mənzil digərlərindən həqiqətən fərqlidir. Həm ölçü olaraq, həm təmir olaraq tam əşyalı bütün mebel texnika ilə birlikdə satılan bir mənzildir. 5 otaqlıdır. Yerləşir Nərimanovda. Nərimanovun gözəl binalarından da birində yerləşir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detallı xırdalarına qədər sizə nəzərinizə çatdıracağam. Siz isə videonu sona qədər izləyin və bu mənzil haqqında fikirlərinizi müsbət və ya mənfi tam rahat bölüşə bilərsiniz. Başlayaq, vaxt itirmədən mənzilin giriş hissəsindən. Burada giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda həm üzbəüz sağ tərəfdə şkaflar yığılıb divar içi. Yəni bu mənzildə ümumilikdə şkaflar çoxdur, göstərəcəm onlarda. Əşya yerləşdirmək üçün heç bir problem yoxdur. Dərinlik də yaxşıdır. Üzbəüz bu hissədə paltar asmaq üçün də yerlər nəzərə alınıb. Dediyim kimi çox gözəl təmir olunub. Hər bir şey bu mənzildə nəzərə alınıb. Girişdən daxil olduqda sol tərəfdə böyük dairəvi güzgü yerləşdirilib. Gizli işıqlar sağ və sol. Buralar maraqlı tərzdə bu hissədə yenə güzgülər yerləşdirilib. Yəni bunlar hamısı mənzilə xüsusi gözəllik verir, fərqli rəng tonlarından istifadə olunur və otaqların da hər birində daxil olanda görəcəksiniz, hər birində demək olar ki, ayrı bir dünyaya daxil olacaqsınız. Döşəmə mənzildə tamamilə isti döşəmə ilə təchiz olunub. Bu hissədə yenə dekorumuz var, trisuar hissə, böyük dekor, sağ və sol yenə işıqlar, işıqlandırmada lüstr və spotlardan istifadə olunub. Giriş hissədə 2 lüstr var, biri orada, biri bu hissədə 2 dənə böyük, əlavə olaraq spotlarda hamısı yerləşdirilib. Otaqların yerləşməsi sizin nəzərə çatdırım. Burada mənzilin bir yataq otağı yerləşir. İkinci yataq otağı, burada ümumi sanitar qovşaq, bura əsas yataq otağı, mətbəx. Dördüncü yataq otağı, bura isə mənzilin qonaq otağıdır və girişin bu hissəsində də yenə güzgü yerləşdirilib, dekor. Ümumiyyətlə mənzildə dekorlardan çox istifadə olunub. Dediyim ki, mənzilin gözəlliyinə də əlavə gözəllik qatır. Keçək, vaxt itirmədən dediyim kimi mənzilin qonaq otağını təqdim edeyim. Buradan keçirik. Qonaq otağına geniş ölçüyə malikdir. Yəni digər evlərdə olduğu kimi dar uzun otaq deyil. Demək olar kvadrat şəklindədir. Ölçüsü də yaxşıdır. Bütün dediyim kimi mebellər yerləşdirilib və əlavə olaraq görürsünüz. Boş ərazimiz də kifayət qədər qalıb. Burada deməli nəyimiz var? 2 ədəd divanımız, orada kreslo, jurnallər yerləşdirilib mərkəz hissədə. Tavan hissəni göstərim. Lüstr, spotlar, hər bir şey. Hamısı ideal səviyyədədir. Vitraj pəncərələri görürsünüz. Qarşısı da açıqdır. Binaları qarşısını kəsmir. Buradan eyvana da çıxış var. Bu hissədə böyük bir eyvan var. Ora həm qonaq otağından, mətbəxdən, yataq otağından hamısından çıxış var. Onları da göstərəcəm sizə. TV stendin gözəlliyinə baxın. Böyük ekran televizorumuzda yerləşdirilib. Aşağı hissəsi kamin. Güzgülərdən istifadə olunub ümumilikdə. Bu hissədə aksesuarlar qoymaq üçün yerlər nəzərə alınıb. Onlar da qoyulub. Eyni zamanda o hissədə və əlavə olaraq bu tərəfdə də var. Buranı da göstərim. Və bu tərəfdən də gözəlliyini göstərim. Bu qonaq otağın yəni sözlə ifadə eləmək olmur. Yəni bu mənzili canlı gəlib görmək lazımdır. Bu hissədə güzgülərdən yenə istifadə olunub. Burada gözəl dekorumuz, işıq. Yəni möhtəşəm bir mənzildir. Onu demək çalışıram. İnşallah gəlib canlı baxanda da tam şahid olacaqsınız. Dediyim kimi mənzildə döşəmə tamamilə isti döşəmə ilə təchiz olunub. Gəlin buradan mən sizə göstərim. Otaqları keçməkdən qabaq mənzilin ümumi sanitar qovşağını, buranın da gözəlliyini göstərim. Çox genişdir. İlk öncə onu nəzərinizə çatdırım. Bu hissədə duş kabinimiz yığılıb. İçərisi də rahatdır, genişdir. Qızıl rəngli aksesuarlardan istifadə olunub ümumilikdə. Burada 2 güzgümüz yerləşdirilib. Divar içi unitaz. Yəni hər bir şey tam hazırdır və aksesuarlar da hamısı keyfiyyətlidir. Yəni ucuz bir şey deyil. Buradan keçək, mən sizə göstərim mənzilin əsas yataq otağına. Buranın gözəlliyinə baxın. Otaqları nəzərə çatdırım ki, ümumilikdə genişdir, rahatdır. Dediyim kimi tam mebellə təchiz olunub və boşluq ərazilər də kifayət qədər var. Bura dediyim kimi əsas yataq otağıdır. Maraqlı rənglərdən istifadə olunub. Taxtımız yerləşdirilib. Arxa hissəsi
tamamilə işlənilib. Görürsünüz, bu hissədə şkaflarımız var, sağ və sol. Ona görə deyirdim mənzildə, yəni əşya yerləşdirmək üçün heç bir problem yoxdur. Hər otaqda kifayət qədər şkaf var, sağ-sol bu hissədə. Buradan bayaq dediyim böyük eyvana da çıxış var. Bu tərəfdən də göstərim. TV stand bu hissədə yığılıb, görürsünüz. Yenə güzgülərdən istifadə olunur, kifayət qədər make-up'ımız var burada. Televizorumuz yerləşdirib hazırdır. Sol tərəfdə də yenə əşyalar qoymaq üçün şkaf nəzərə alınıb. Pufiklər hamısı bir-birinə uyğunlaşdırılıb. Burada bu yataq otağına aid ikinci sanitar qovşağımız var. Ümumiyyətlə maraqlı teksturalı qranitlərdən istifadə olub mənzildə. Modelləri göstərim. Gözəl də teksturaları var, görürsünüz. Bu hissədə yenə divar kimi unitazımız. Duş bu hissədə, bu tərəfdədir. Yəni əla bir mənzildir. Bu dediyim kimi əsas yataq otağı idi. Keçək, mən sizə göstərim digər yataq otaqlarını. Biri buradadır. Buradan daxil oluruq ikinci yataq otağına. Bayaq dediyim kimi hər otağa daxil olanda sanki fərqli bir dünya daxil olursunuz. Fərqli bir stili var hər otağın. Bura ikinci yataq otağımızdır. Fərqli rənglərdən istifadə olunur, görürsünüz. Gözəl taxtımız var. Və üzbəüz bu hissədə televizorumuz yerləşdirilib. Arxasında böyük dairə bir güzgü. Buradan gəldikdə isə burada yenə digər yataq otağında olduğu kimi sağ və sol şkaflarımız yerləşdirilib. İçərisində işıqla tavan hissəsi, möhtəşəm lüstrumuz. Yenə orada da güzgüdən istifadə olunub. Make-up'ımız bu hissədə. Burada da yenə deməli işıqlarımız var, güzgülər. Mənzildə ümumiyyətlə güzgülərdən çox istifadə olunub. Burada da yenə pufiklərimiz yerləşdirilib. Belə ümumi olaraq göstərim. Keçək digər yataq otaqlarına. Buradan keçirik üçüncü yataq otağına. Burada da yenə tamamilə fərqli rənglər. Ona görə deyirəm, hər otağın özünə məxsus gözəlliyi var. Lüstr hamısı rənglər tamamilə bir-birinə uyğunlaşdırılıb. Böyük yataq otağımızı görürsünüz. Dediyim kimi otaqların hamısı geniş ölçüyə malikdir. Daxil olduqda burada solda şkafımız var, yığılıb. Demək olar tam axıra kimi də yuxarı hissədə şkafdır. TV stand, televizorumuz, arxası mərmərdir, sağ və sol mebel daraqlar. Burada yenə şkaf, make-up'ımız, solda bu hissədə yenə şkaf və bu yataq otağın daxilində belə bir yer var. Gəlin buranı da göstərim. Oturub, əyləşib, dincəlmək üçün sağ və sol yenə yığılıb divanlar. Yəni, əlavə belə bir hissəmiz də var. Əyləşib, dincəlmək üçün bu hissədən də göstərim. Burada da yenə şkafımız. Aşağı hissə. Belə keçək. Deməli, mən sizə göstərdim. Üçüncü yataq otağını. Gedirik hara? Dördüncü yataq otağına. Onu nəzərinizə çatdım ki, təmirdən sonra mənzildə bir gün belə yaşayış olmayıb. Bura isə mənzilimizin dördüncü yataq otağıdır. Kvadrat şəklindədir tam olaraq. Ölçü də yaxşıdır. Buradan da eyvana çıxış var. Bu hissəni də göstərim. Gözəl, dediyim kimi arxası da yığılıb. Taxtımız yerləşdirilib. O hissədə yenə şkaf yığılıb. Lüstr, televizor. Belə gözəl make-up'ımız bu hissədə sağ və sol. Burada da var. Dediyim kimi buradan da eyvana çıxış var. Belə keçək, mən sizə mətbəxi də göstərim. Sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağım. Buradan da dediyim kimi daxil oluruq mənzilin mətbəxinə. Burada da hər bir şey var. Görürsünüz, masamız yerləşdirilib, televizor, 2 qapılı soyuducu. Buradan belə keçirik. Burada əlavə olaraq belə deyək, yay mətbəxi kimi burada da qaz pesi qoyulub. Paltar yan burada yerləşdirilib. Hər iki tərəfdə şkafları var və buradan da eyvana çıxış var. Dediyim kimi soyuducumuz, orada qabyanımız da var. Gəlin göstərim sizə. Yəni bütün mebel, texnika, hər bir şey var. Gözəl mətbəx mebelimiz yığılıb. Tam axıra kimi 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Üstü mərmərdir. Burada da deməli qaz peci aspiratorumuz qoyulub. Yəni iyili yeməklərinizi orada pişirə bilərsiniz. Burada isə digərlərini. Belə mən demək olar hər şeyi sizə göstərdim bu mənzildə.
Məlumatların bir daha nəzərinizə çatdırım. Yerləşir Nərimanovda, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış geniş 5 otaqlı mənzildir. Ölçüsü 183 kvadratdır. Yerləşir 3-cü mərtəbədə. Gördüyünüz şəkildə satılır. Bütün əşyalar, mebel, texnika, hər bir şey qiymətə daxildir. Qiymətlə bağlı göstərilən nömrə ilə əlaqə saxlayın zəhmət olmasa və ev haqqında da daha ətraflı yenə də göstərilən nömrə ilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz. Bu qədər, təşəkkür. Gələn növbəti mənzillərdə görüşənədək.